gənc bir tədqiqatçı olaraq araşdırma aparmışdım beynəlxalq münaqişələrlə bağlı və onların bəşəriyyətin gələcəyinə vura biləcəyi zərərlərlə əlaqədar və belə bir qənaətə gəlmişdim ki, artıq apokalipsis bəşəriyyətə çox yaxındır. Hadisə və proseslər bu cür inkişaf eləsə, mənfi mənada, o zaman həqiqətən bəşəriyyətin gələcəyi ciddi təhdidlər altındadır. Dünyadakı bir sıra münaqişələr araşdırmışdım, o cümlədən Dağlıq Qarabağ münaqişəsini və bir sənəd, məruzə tipli bir sənəd hazırlamışdım.